göz yaşı axıtmaq qadağandır. Kim dedi? Nəyə istinad edirsən? Kim dedi ağlamaq olmaz? Kim dedi? Harada yazılıb? Deyir ki, Quran deyir ki, Yaqub Peyğəmbər Yusifa ağladı, gözü tutuldu və təqdir eləyir onun halını. Ya Yusif sağ ola, Yaqub ağlayır. Eşqi görürsən, emosiyanı görürsən və Yaqubun Yusifə məhəbbəti ağıldan qaynaqlanır. Sırf ata-övlad məhəbbət deyil, kamil insandır. Yaqubun çox oğlanları var, amma Yusif fəzilətlisidir. Deməli, ağla söykənir, fəzilətlini daha çox sevir. Şəhidə ağlamaqdırsa Peyğəmbər deyir ki, Həmzəyə ağlayan yoxdur. Təşviq edir ki, əmsi Həmzəyə ağlasınlar. Sual, cənnətə gedənə niyə ağlayırıq? Cavab, cənnətə getmək şəhidin fərdi uğurudur, müvəffəqiyyətidir. Amma şəhidlik bir ictimai hadisədir. Bir yerdə haqq əhlini, haqq dediyinə görə öldürürlərsə, haqq tərəfdarı həmin gün bayram eləyə bilməz. Haqqa divan tutulan gün, haqqı sevən adam bayram edə bilməz. Haqqa divan tutulduğuna qəmlənir. Bəli, şəhidlərimiz cənnətə getdi. Amma biz deyirik ki, zalim düşmən haqq ordusuna təcavüz elədi və haqq ordusunun əskərlərini qətlə yetirdi. Bu, bunun etiraz tərəfidir. Mən barışmıram. Haqqın əzildiyi gün mən bayram eləmirəm. Düzdür, haqq əhli cənnətə getdi, amma bu ictimai hadisədir. Mən buna qiymət verməliyəm, mövqeyimi bildirməliyəm. Mən bayram eləsəm, deməli sevinirəm ki, nə yaxşı, haqq əhlini öldürdülər. Bu da bir cavab. Niyə atasına yox, özünə ağlayırıq? Əleyhissalam da şəhid olub, İmam Həsən də şəhid olub, Peyğəmbər onların hamısından üstün idi. Niyə o qədər müddət əvvəla elə onların da şəhadət günləri yad edilir? Niyə bu daha çox? Çünki başa düşün, Peyğəmbər ailəsinə qarşı soyqırım həyata keçirilib. Kərbəlada məqsəd bu nəsli kəsmək idi. Kərbəla sırf bir adamın öldürülməsi deyil, Kərbəla tarixdə görünməmiş bir hadisədir. Tam batillə tam haqqın üzə gəlməsidir. Heç vaxt belə olmayıb. Bəli, Peyğəmbər dövründə müharibələr olub, amma haqqın içində zəifliklər olub, nöqsanlar olub, qaçanlar olub haqq cəbhəsində. Amma burada haqq tam müstəhkəm, möhkəm, əzmli, tam gözəlliyin ortaya qoyub, batil də tam eybəcərliyini qoyub. Haqq-batil savaşının kulminasiya nöqtəsidir, zirvəsidir bu. Bu qeyd olunmalıdır, geniş qeyd olunmalıdır. Südəmər uşaqdan 90 yaşdakı kişiyəcən qətlə yetirilib. Allahın möcüzəsi ilə Əhl-i-Beytin bir nümayəndəsi sağ qalıb. Peyğəmbər ümməti özünə adlandıran, namaz qılıb oruç tutub həccə gedən adamlar Peyğəmbər ailəsinin qanına susuyur və onları yer üzündən silmək qərarına gəlir. Bu hadisədir bu. Bu hadisədir. Bu mühüm bir məsələdir. Bunun bənzəri yoxdur. İkincisi, adamlar cənnətə gedib, sənin ürəyindəki daş parçasıdır yoxsa, içindəki yoxsa qəlb gəzdirirsən sən. Necə yəni? O qədər bizim igid qəhrəmanlarımız cənnətə gedib, əminik cənnətə gedib, amma ailəsi danışır, xatirələrin gözümüz yaşla dolur. Bu insani duyğunu təftiş eləyəcəksən. İnsanlara deyəcəksən ki, mərhəmətli olma, acıma, yanma. Bu nə tərz təfəkkürdür? Sən ziyalısan? Sən ağıllı insansan?